Bu doğranmış mal eti takoları gerçək kimi görünsə də, bitki əsaslı ingrediyentlərdən hazırlanıb. 3D çap texnologiyasından istifadə edərək Novamid mal etini, həqiqi ətin toxumasını və dadını təqlid edən liflər şəbəkəsi yaradaraq təbəqələyir. Ət kimi dadı var, yaxşıdır. Çox təəccübləndim, həqiqətən çox təəccübləndim. Ötən həftə Barselonada keçirilən Mobil Dünya Konqresində təqdim olunan Novamid sənaye maşınlarının 3D çapına bənzər bir prosesdən istifadə etdiyini bildirir. İnsanlar sadəcə ət kimi görünən bir şey, ətin surətini axtarmırlar. Axtardığınız şey toxumalı proteindir. Novamidin özəl mikroforce texnologiyası bu innovasiyanı dəstəkləyir və Şontirin dediyinə görə bu texnologiya bitki əsaslı ətləri lifli toxuma ilə istehsal edərək onları fərqləndirir. Protein böyük bir keçid mərhələsindədir. Yəni ən böyük protein təminatçıları bu adətən ət emalçıları və ya taxıl istehsalçıları ola bilər. Bütün böyük şirkətlər bu dəyişiklik üçün hazırlıq görürlər. Çünki bu artıq süd məhsullarında baş verir. 2024-cü ilin sentyabrında Novamid aşırı tələbatla 19 milyon dollarlıq A seriyası investisiya turunu tamamladı. Şonti bu vəsaitin mikroforce istehsalını genişləndirmək, məhsul çeşidini artırmaq və qlobal əhatə dairəsini və kommersiya fəaliyyətlərini gücləndirmək üçün istifadə ediləcəyini söyləyib.